İndi növbə gəldi əsa dörtlüsü kartına. Bu kartı əlinizə aldığınızda onsuz da belə gözəl bir enerji, belə bir pozitiv bir hissə girməlisiniz. Çünki kartda parlaq bir səma var. Sarı tonlarında istifadə olunmuş bir bayram var. Arxada bir saray var. Çiçəklərlə bəzədilmiş əsalar var. Onsuz da bu kartın hər hansı bir mənfi məna daşıma ehtimalı azdır. Kiçik arxanın da əlavə ən pozitiv kartlarından biridir. Bu adətən belə bir bayramı ifadə edir. Çünki kartdakı arxa planda dediyim kimi iki qadın var və çiçəklərlə evlərində bir şeyi qeyd edirlər. Yenə orada bir kalabalıq var. Arxa planda bir saray var. Zənginlik və rifahın nümayəndəsi, xəbərçisi deyim. Burada yəni bu bayram nədirsə, bir çox insanı xoşbəxt edəcək, belə deyim. Yəni sadəcə şəxsi bir qeyd etmə və ya xoş bir xəbər deyil. Burada belə bir vəziyyət var. 5-ci kartdan, yəni əsa beşlisindən bir əvvəlki kart olduğu üçün bir problemdən əvvəl başqa bir problemi həll etmə mənası daşıyır əslində. Və burada belə bir vəziyyət də var. Zəmanətlər alma. Yəni bir problemi artıq həll etmisiniz, bitmiş. Onun bayramını etmisiniz. Yeni bir problemə keçəcəksiniz kimi bir mənası var. Onsuz da bunu əvvəlki dərslərdə sizə söylədim. Kartların seriyaları çox önəmlidir. Əsa seriyası nə məna daşıyır? Çünki bu pozitiv bir bayramı demək olar ki, bir çox kartda onsuz da məndən eşidəcəksiniz bunu və ya yaxşı xəbər, gözəl xəbər kimi. Yəni burada aldığınız gözəl xəbər əslində ömrünüzdə alacağınız ən gözəl xəbər və ya son məqsədə nail olduğunuz bir xəbər deyil. Amma sizi bir nöqtədə, məsələn məzun olmaq, yeni bir ev almaq, yeni bir iş tapmaq kimi şeylərlə əlaqələndirə bilərik. Karyera və iş həyatına baxdığımızda böyük ehtimallə əlinizdə bir iş var. Etməniz lazım olan bir iş var. Onun tamamlanacağını, daha doğrusu gözəl bir şəkildə tamamlanacağını ifadə edir və bu xəbərə də çox yaxın olduğunuzu göstərir. Yəni çox qısa müddət sonra bununla əlaqəli pozitiv bir xəbər alacaqsınız. Etdiyiniz iş hər nədirsə. Bu arada karyera və iş həyatı üçün olduqca pozitiv bir kartdır. Aşk həyatına baxdığımızda az öncə söylədiyim kimi, yəni ailəvi bir qeyd etmə, yəni bir neçə şəxsin qeyd etməsi söz konusudur. O halda bunu belə bir əlaqəni açıqlama, kiməsə duyurma, nişanlanma və ya evlənmə hazırlıqlarının başlaması kimi mövzularla şərh edə bilərik. Aşk həyatında xoşbəxt son eyni şəkildə, yəni axtardığınız şəxsi tapdığınızın bir göstəricisi, bir razılaşmanın göstəricisi və başqa bir mənası da dönüm nöqtəsi. Yəni az öncə söylədiyim kimi, əsa beşlisindən gələn bir əvvəlki kart olduğu üçün burada bir dönüm nöqtəsi yaşanacaq. Yəni bir şeyi bitirmişsiniz, yeni bir şeyə başlayacaqsınız. Əgər həyatınızda kimsə yoxdursa və aşk kartında bu kart çıxmışsa, böyük ehtimalla yaxın zamanda bir tanıdıq vasitəsilə biri ilə tanışacaqsınız.